Salam. Bugün keçirilən OTK sınağından tarix suallarının izahına baxacağıq. Yəni 19 aprel tarixində keçirilən. Mən də suallarla indi tanış olacağam. İndi vaxt elə bildim ki, baxım. Deməli, 31-ci sual. Azərbaycan 1-ci Respublika dövründən fərqli olaraq 3-cü Respublika dövründə. 1-ci Respublika 1918-20-ci illərdə olan Azərbaycan Xalq Cümhuriyyətidir. 3-cü Respublika isə 1991-ci ilin 18 oktyabrında yaradılan bugünkü Azərbaycandan söhbət gedir. Deməli, AXC-dən fərqli olaraq bugünkü Azərbaycan üçün olan tapmalıyıq. Milli pul nişanlarının dövrəyə buraxılması. Xeyr, ikisində də var idi. AXC-də 1918-də Bakı bonu idi. Bugünkü Azərbaycanda da 1992-ci ildə manatın dövrəyə buraxılması bir oxşar cəhət olar. Türkiyə Respublikası iqtisadi sahədə sazişlər imzalandı. Ümumiyyətlə, AXC-nin dövründə Türkiyə Respublikası yox idi. Bu bizə aiddir, 3-cü Respublikaya aiddir. Neftin dünya bazarına ixracını təmin etmək üçün Bakı-Batum neft kəməri bərpa edildi. Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə aiddir. 3-də çıxırıq. Cavabımız 2, 4, 5. Beynəlxalq təşkilatlara üzv oldu. Bəli, bugünkü Azərbaycana aiddir. BMT olsun, ATƏM olsun, bunlara üzvlükdən söhbət gedir. Qazın dünya bazarına nəqli və satışına nail oldu. Bu da bugünkü Azərbaycana aiddir. Bakı Ərzurum qaz kəməri ilə. Birinci Dünya Müharibəsi dövründə həm Şimali, həm də Cənubi Azərbaycan. Birinci Dünya Müharibəsi 1914-cü ilin iyunundan 1918-ci ilin noyabrına qədər davam edib. Və bu dövr arasında həm Şimalda, həm Cənubda olan oxşar xüsusiyyət istəyir. Milli hökumət yaradıldı. Milli hökuməti biz Şimal üçün deyə bilərik. Bizdə 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Amma Cənubda milli hökumətin yaranması 1920-ci ilin 23 iyunudur. Olmaz. Muxtariyyət verilməsi tələbini irəli sürən partiyalar yaradıldı. Bu olar. Niyə olar? Çünki bu arada, məsələn, bizə 1917-ci Türk Ədəmi Mərkəziyyət Partiyası yaranmışdı. Cənubda da ADP yaradılmışdı, Azərbaycan Demokratik Partiyası və muxtariyyət istəyirdilər. 2 olar. İlk seçkili idarəetmə orqanı yaradıldı. Yox, hələ bundan əvvəl elə Cənubda məşruti hərəkat dövründə əncümanlar yaradılmışdı. Bizdə şəhər islahatından sonra 78-də yaradılmışdı. 3 olmaz. Cavabımız 2 ilə 4 olacaq. Müsəlmanlara qarşı soyqırım törədildi. Bəli, 1918-ci ilin martında həm bizdə 31 mart soyqırımıdır, eyni zamanda Cənubi Azərbaycanda Urmi bəlası törədilibdir. 2-4. Azərbaycan SSR-də 1920-ci illərin ikinci yarısından başlayaraq həyata keçirilən sosial, iqtisadi və siyasi tədbirlər ölkənin həyatında köklü dəyişikliklərə səbəb oldu. İqtisadiyyatın bütün sahələrində dövlət nəzarəti bərqərar olundu. Bəhs edilən prosesin gedişində siyasi sahədə baş vermiş dəyişikliklərin nəticələrindəndir. Baxın, bu tipli testlərdə ən birinci, baxın görün, bizdən siyasi, iqtisadi mi istəyir? Bəlkə heç cavabda siyasi istəyir, iqtisadi nələrsə verib, heç məlumatı bilməyimizə ehtiyac yoxdur. Baxırıq siyasi, görək siyasi olmayan bir məsələ varmı? Tek partiya sistemi yaradıldı, xüsusi sahibkarlıq son qoyuldu. Aha, deməli, bir dəqiqə, digərlərinə də baxın. Xüsusi sahibkarlığa son qoyuldu. Bu siyasi bir məsələ deyil, bu iqtisadi məsələdir. Biz buradan ikiləri çıxmalıyıq. Siyasi sahədə baş vermiş, bizdən 20-ci illərin ikinci yarısından sonra olan, 20-ci illərin ikinci yarısından etibarən başlayan, deməli 25-ci ildə sənayeləşmə haqqında qərar verilir, 26-dan başlanılır, 29-dan da kollektivləşmədir. Bunlara əsasən bu proseslərin gedişində istəyir. Baxaq digərlərinə görə nə ola bilər? Tək partiyalı sistemin yaradılması əslində ilə Azərbaycan Xalq Cümhuriyyəti işğal olunandan sonra bizim o müsavat var idi, əhrar var idi. Bu partiyaların hamısı qanundan kənar elan edib tək partiyalı sistem yaratmışdılar. Ona görə bu biraz doğru olmur. Digərlərinə baxaq. Ali hakimiyyət orqanı olan Sovetlər ləğv edildi. Yox. Sovetlər niyə ləğv edilsin ki? Məsələn, mərkəzi inqilab da yox. Mərkəzi İcraiyyə Komitəsinin ləğv edilməsini desə, baxardıq. Amma Sovetlər ləğv edilmir. Biz buradan 3-ü çıxmalıyıq. Sadəcə 3-ü çıxanda cavab 1-5 qalır. Digərlərinə də baxaq. Əks inqilabçılığa qarşı fövqəladə komissiya yaradıldı. Bu fövqəladə komissiya deməli 1920-21-ci illərdə hərbi kommunizm siyasəti həyata keçirilir. Bu bizdə də hərbi kommunizm siyasətinə qarşı narazılıqlar olur. Onlara qarşı, onların qarşısını almaq məqsədi ilə yaradılmışdı. Əslində gəlib bu 20-ci illərin ikinci yarısında olmur axı. Yəni 4 rahatlıqla çıxa bilərik. SSR ləğv olundu, 36-cı da ləğv olunub. Məcburən 1-5 götürəcəyik, amma yaxşı olardı ki, tək məsələn 5 versələr daha uyğun olardı. Həm Ərəb xilafəti, həm də Bizans dövləti ilə diplomatik əlaqələr yaratmış hökmdarlar heç baxmağa ehtiyac yoxdur. Həm Ərəblə, həm Bizansla 2 hökmdar demişik. Frank dövlətində Böyük Karl, Albaniyada Cavanşir. 3 və 4.
Çinin eramızdan əvvəl 1-ci əsr tarixinə aiddir. Eramızdan əvvəl 1-ci əsr. Yeni sülalənin hakimiyyətə gəlməsi. Çində biz iki sual öyrənirik. Sin sülaləsi və Xan sülaləsi. Hər ikisi eramızdan əvvəl 3-cü əsrdədir. İlk yazı heroqliflərin meydana gəlməsi. Çinin heroqlifləri eramızdan əvvəl 2-ci minillikdədir. Konfutsi təliminin yayılması eramızdan əvvəl 6-cı əsrdir. Qərbi Hun dövlətinin varlığına son qoyulması eramızdan əvvəl 36-cı ildir, yəni 1-ci əsrdir. E variantı da 1-ci əsrdir. Amma bu eramızın 1-ci əsrdir qırmızı qaşlar. Biz eramızdan əvvəl olduğu üçün D bəndini götürürük. 20-ci əsrin əvvəllərində Azərbaycan iqtisadiyyatı üçün xarakterlikdir. Yəni 1900-lərin əvvəlləri. Yazaq ki, sonra çaşmayaq. Neftin çıxarılması daha çox xırda və orta müəssisələrin əlində cəmləşdi. Yox, olmaz. Niyə? Çünki biz deyirik ki, o 1901-ci, 3-cü il dünya iqtisadi böhranı xırda orta müəssisələrin iflasa uğramasına səbəb olur. Əksidir. Muzlu əməkdən istifadə üçün ilk bəhsili təsərrüfatı yaradıldı. Bu 1827-ci il Xanabat manufakturasıdır. 20-ci əsrə düşmür. İlk neft kəməri 1878-ci il yenə düşmür. Neft mədənlərində buxar mühərriklərinin tətbiq edilməyə başlaması 1873 yenə düşmür. İpək sənayesində kapitalın böyük bir hissəsi milli burjuaziya məxsudu götürə bilərik. İpəkçilikdir, balıq sənayesidir. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində əsas kapital yerli sənayeyə məxsus idi. 19-cu əsrin ikinci yarısında Müəllimlər Seminariyasının fəaliyyət göstərdiyi Azərbaycan şəhərini xəritədə müəyyən edin. 1881-ci il İrəvan Müəllimlər Seminariyası 2-dir. Bəzən abituriyentlər səhv salır ki, Qazax Müəllimlər Seminariyası bu Azərbaycan Xalq Cumhuriyyətinin dövründədir. Yəni 1918-dədir köçürülməsi. Yəni bu dövrə aid deyil. 19-cu əsrin ikinci yarısına aid deyil. 14-cü əsrdə İngiltərənin idarə edilməsində baş vermiş dəyişiklik. Elə baxan kimi yəqin ki, yazacaq parlamentlə bağlı bir məsələ, yenə baxaq. Vahid Kral Məhkəməsinin yaradılması. Vahid Kral Məhkəməsinin yaradılması deməli düşür 12-ci əsrə. Bu da 2-ci Henrikin islahatlarından sonradır. Mütləq monarxiyanın yaranmasına başlanıldı. Bu hələ 11-ci əsrdəndir. Kral vergiləri parlamentin razılığı ilə təyin etməyə başladı. Ümumiyyətlə, İngiltərə parlamenti 1265-də yaradılıb və elə yaradılandan da kral vergiləri parlamentə razılıq əsasında təyin edir. Yəni 13-cü əsrdir. İlk parlament yaradıldı yenə 1265, 13-cü əsrdir. Parlament qanunların verilməsi, iştirak etmək hüququnu 14-cü əsrdə qazanıb ebəndi. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu Laçın rayonunun mərkəzini işğaldan azad etdi. Biz bilirik ki, 44 günlük Vətən müharibəsi 2020-ci ilin 27 sentyabrından 10 noyabrına qədər olan dövrə əhatə edir. Laçın rayon mərkəzinin azad edilməsi 2022-ci ildir, 26 avqust. Baxın, verilməsinin nəzərdə tutulması demirəm. Məsələn, Ağdam, Laçın, Kəlbəcərin verilməsi nəzərdə tutulmuşdu, vermişdilər də. Amma sırf rayon mərkəzi 2022-ci ildədir. Ağdərə şəhərinin qanunsuz terrorçu qruplaşmalardan təmizlənməsi. Ümumiyyətlə, qanunsuz terrorçu qruplaşmalardan təmizləmələr 2023-cü ilin antiterror əməliyyatındadır. Lələtəpə yüksəkliyi nəzarətə götürməklə Cocuq Məccanlı kəndinin təhlükəsinin təmin edilməsi 2016-cı ilin aprel döyüşləridir. Daşaltı kəndi ətrafında bütün yüksəkliklər düşməndən təmizləndi. Deməli, uğurlu daşaltı əməliyyatıdır. Uğursuz daşaltı əməliyyatı 1-ci Qarabağ müharibəsinə aid, 2-ci Qarabağda uğurlu daşaltı əməliyyatıdır, aid olur. Murovdağ zirvəsini azad etməyə nail oldu, bəli, 4-dən 5. Komendant idarə üsulu dövründə Cənubi Qafqazda sosial-iqtisadi sahədə baş vermiş dəyişikliklər. Yenə baxırıq, əsas məsələ sosial-iqtisadi. Birinci baxaq görə bizə siyasi nəsə verməyib ki, çünki bizdən sosial-iqtisadi istəyir. Bir variantlara baxım, görüm siyasi nəsə varsa birinci onu çıxım. Aha, gəlin belə eləyək. Daxili gömrük rüsumu tətbiq edilməyə başlanıldı. Komendant idarə etmə üsulu bizdə 1804-də Gəncə işğal olunandan sonra başlayır yaradılmağa, yəni söhbət 19-cu əsrdən gedir. 1840-da tamam ləğv olunur. Yəni bizdə həmin dövrlərdə olan istəyir. Daxili gömrük rüsumu tətbiq edilməyə başlandı, yox. Burada söhbət bilirsiniz nədən gedir? Rəhdaridən gedir. Amma onun tətbiqi əvvəldən var idi. Ləğvi desəydi 1836 bu dövrə götürərdik, amma tətbiq edir. Xanabat manufakturası 1827-ci ildir. Sosial, iqtisadi bir məsələdir Xanabat manufakturası. Elə bilin ki, bir zavod, fabrik manufakturası təbii ki, iqtisadi bir-iki olacaq. Avropadan gətirilən mallara yüksək gömrük haqqı tətbiq edildi. Söhbət 1831-ci il yasaqlı
ticarət əsasnaməsindən gedirdi ki, ticarət tarifindən gedirdi ki, bəli, iqtisadi məsələdir, 2 ilə 3 olacaq. Digərlərinə baxaq. Kəndli qrupların ləğvi 1846-cı il reskriptidir. 40-dan sonraya düşür, komendant yox idi həmin dövrdə. Dövlət kəndlərinin köçmək hüququnun ləğv edilməsi 1853-cü ildir. Uyğunluğu müəyyən edin. Şirvanşahlar dövlətinə məziyyətlər və kəsranilər sülaləsinin hakimiyyəti dövründə. Məziyyətlər sülaləsi 861-ci ildən, yəni dövlət yaranandan 1027-yə qədərdir. Kəsranilər 1027-ci ildən 1382-ci il Dərbəndlər hakimiyyətə gələnə qədərdir. Sacilər dövlətinin hakimiyyətini qəbul etdi. Bəli, burada məziyyətlər zamanla, yəni söhbət məziyyətlərin dövründən gedir. Həm sacilərin, həm salarilərin, konkret desək 10-cu əsrdə, həm sacilərin, həm salarilərin hakimiyyətinə düşüb. Birə Amuz olur. Atabəylər dövləti ilə müttəfiq idi. Atabəylərin özünün yaranması 1136-cı ildir. Bu 1027-də hakimiyyəti başa çatıb olmaz. Şirvan hakimi şəhərlər ərəblərin yürüşü zamanı onlarla müqavilə bağlamağa nail olur. Burada söhbət 643-dən gedir. Həmin dövrdə Şirvanşahlar dövləti yox idi. Birə A olacaqdı cavabımız. Deməli, birə A olan onsuz da bir dənə cavabımız var. İkinci tərəfə baxaq. Kəsranilərin dövrü. Teymur dövləti ilə müttəfiq idi. Xeyr, Dərbəndilər sülaləsi Şirvanşah İbrahim. Səlcuqlarla xərac verməkdən imtina etdi. Səlcuqlara xərac verməkdən imtina etməsi. Bəli, elə Kəsranilərin hakimiyyət dövründə 1066-cı ildə Səlcuqlara tabe edildi, amma Səlcuqlar zəiflədiyi dövrdə imtina etmişdi. Cəlalilər dövlətinin hakimiyyətini qəbul etdi. Söhbət 1367-ci Keyqubatdan gedir ki, bəli, qəbul etmişdi. Şah 1-ci Təhmasibin cədvəldə adı verilən hökmdarlarla ümumi cəhətini. Məlikşah və Həsən padşahlar. Toplarla təchiz edilmiş daimi qoşun yaradılması. Məlikşah 11-ci əsrdə hakimiyyətdə olub. 11-ci əsrdə olub silah yox idi. Toplarla təchiz olunma yox idi. Birə A-ları çıxdı. Paytaxtın dəyişdirilməsi ola bilər. Məlikşah paytaxtı köçürmüşdü Reydən İsfahana, Təhmasib isə Təbrizdən Qəzvinə. Birə B olacaqdı. C-yə baxaq. Tacirlərin bəzi vergilərdən azad edilməsi. Bəli, Məlikşah ticarəti inkişaf etdirmək məqsədilə tacirləri bəzi vergilərdən azad etmişdi. Təhmasib isə yenə ticarəti, sənətkarlığı inkişaf etdirmək məqsədilə 1865-ci ildə tamğa vergisini ləğv etmişdi. Elə cavab C variantı olacaq. Digər tərəfə baxaq. Həsən Padşah böyük Moğol dövləti ilə dostluq əlaqələrinin mövcud olması. Həsən Padşahın dövründə ümumiyyətlə Moğol dövləti yox idi. Moğol 1526-da yaranıb. Osmanlı dövlətlə müharibənin aparılması, bu oxşar cəhət olaraq ikisi də aparıb. Teymurlərin Azərbaycandan çıxarılması. Mən elə bil nəyisə səhv etdim. Oxşar cəhət, üzr istəyirəm uşaqlar, oxşar cəhət deyil. Deməli, oxşar cəhət 1-ə B, C-ni götürəcəyik. 2-yə də Osmanlı ilə müharibə. Burada qeyd etdiyimdə Osmanlı ilə müharibə ikisi üçün oxşar cəhətdir. A olacaqdır. Çünki qeyd elədiyim kimi Moğol dövləti Həsən Padşahın dövründə yox idi. Teymurlərin Azərbaycandan çıxarılması bunların ikisinin oxşar cəhəti heç ümumiyyətlə deyil. Xəritədə rəqəmlə verilən şəhərlərin 13-cü əsrdəki xüsusiyyətlərinə aid uyğunluğu müəyyən edin. 2 Dərbənddir, 3 Gəncədir, yəqin ki, bir də bir haradır. Yəqin ki, çox güman ki, Təbriz verəcəklər. Yenə baxaq sualların içərisində baxacaq. Deməli, Şəddad 13-cü əsr istəyir. Şəddadi dövlətinin paytaxtı olmuşu. Şəddadi dövləti 1088-də süqut olub. 13-cü əsrdə Şəddadi mi var idi? Elə A bəndini çıxsaq, əsas cavabımız qalır. 1-ə B-ni veribdir. Təbriz şəhər hakimi Şəmsəddin Tuğraya xərac verməklə şəhəri qarətdən xilas etmişdi. Bəli, 1220-22-ci illər Monqolların hücumları zamanı. 2-yə E-ni verib Dərbəndə. Tutulması ilə Azərbaycanın Monqollar tərəfindən işğalı başa çatdı. Bəli, 1239-cu ildə ikinci yürüşləri zamanı. 3-ə də bizə C veribdir. 3 haradır? Gəncə. Usta Bəndərin başçılığı ilə yad ellərə qarşı üsyan baş verdi. Bəli, 1231-ci ildə Xarəzmşahlara qarşı üsyan baş vermişdi. Rusiya çarı 1-ci Pyotrun yeritdiyi xarici siyasət nəticəsində 17-ci əsrdə. Yenə xarici siyasət məsələsinə. Birinci, baxın, bəlkə cavabların içində xarici olmayan bir məsələ var. Baxaq, görək varmı? Azov qalası ələ keçirildi, mütləq monarxiyanın formalaşması başa çatdı. Elə ki, baxın, 2 mütləq monarxiyanın formalaşması başa çatdı. Bu daxildə olan bir məsələdir. Olmaz xarici siyasətə. Çıxdıq 2-ni. Və bizdən 17-ci əsr istəyir. Yəni 17-ci əsr söhbət gedir 1600-cü illər, 1700-ə daxildir. Azov qalası ələ keçirildi. Azov qalasını 17-ci əsrin sonlarında bəli ələ keçirmişdi. Prust müqaviləsindən sonra Pyotr yenidən geri qaytarmaq məcburiyyətində qalır. Bir olar.
Bir olan bizim 1-4 var. Baxaq, İsveçə qarşı Avropa dövlətlərinin ittifaqı yaradıldı. Bu da olar, çünki 1700-cü ildə Şimal İttifaqını yaratmışdı. 1-4 olacaqdı. Bir də baxım diqqətlə Azov qalası ələ keçirildi. Bəli, keçirildi deyir. Bəli. Azov qalasının itirilməsi olsaydı Prut yürüşünü götürərdi. O da 1711-ci ildə düşməzdi. Xəritədə rəqəmlərlə verilmiş şəhərlərin 2-ci Rusiya-Qacar müharibəsi dövrünə aid uyğunluğu müəyyən edin. Biraz yaxşı görünmür. Deməli 1 Təbrizdir, 2 Gəncədir, 3 İrəvandır. Və 2-ci Rus-Qacar müharibəsi, yəni 1826 və 1828 arası. Ərazisindən müvəqqəti idarə yaradıldı. 2-ci Rus-Qacar müharibəsində Təbrizdə yaradılıb 1827-də. 1-ə A. Müvəqqəti idarə bir çox ərazidə yaradılıb. Məsələn, yaradılmışdı Qarabağda, Şəkidə, Şamaxıda, amma ikincidə yox, 1-ci Rus-Qacar müharibəsində. Quba xanlığında Rus işğalına qarşı baş verən üsyana yardım etmişdi. Bu yardımı Şamaxı xanlığıdır, amma Şamaxı yoxdur xəritədə. Ən azından rahat şəkildə hansı cavabda B varsa çıxa bilərsiniz. B-ni çıxdıq. Əhalisi üsyan edərək şəhəri ruslardan azad etdi. Saxlayaq. Bunu hələ ki, şəhərlərin alınması münasibətlə Sankt-Peterburqda bayram keçirildi. Söhbət İrəvanın alınması ilə bağlıdır ki, İrəvanın 1827-ci ildə işğal etdikdən sonra ateşfəşanlıq keçirilmişdi. Bayram keçirilmişdi. 3-ə D-ni götürək. Sonra Qacar qoşunu ilə birlikdə Rus ordusunu məğlub etmişdi. Qacarların qoşunu ilə birlikdə Rus ordusunu məğlub etmişdi. Bir dəqiqə digərinə də baxın. Əhalisi üsyan edərək şəhəri ruslardan azad etmişdi. Söhbət Gəncədən gedir. Hansı ki, Cavad xanın oğlu Uğurlu xan da Qacarların tərkibində gəlmişdi. Azərbaycan xanlarından bir neçəsi də var idi. Gəncə əhalisi üsyan qaldırmışdı və şəhəri ruslardan azad etmişdi. 1-ə A, 2-yə C, 3-ə də D, A bəndi. Alparslanın hakimiyyəti dövründə Səlcuqların Azərbaycana yürüşünün nəticələrindəndir. Alparslan 1063-cü ildən 1072-ci ilə qədər hakimiyyətdə olub. Ümumiyyətlə, Alparslanın dövründə Səlcuqların Azərbaycana yürüşünün iki nəticəsi var. 1066-cı ildə Şirvanşahları tabe etməsidir. 1065-də Rəvadilərə son qoyulması. Baxaq varmı? 2. Şirvanşahlar hökmdarı 1-ci Fəribirüz tabe olur və Şirvanşah titulu alınır. Bir də baxaq Rəvadinin, bəli, 1065-də Rəvadinin varlığına son qoyulması. 2-5. Ərəb xilafətinin Əməvilər tərəfindən idarə edildiyi dövrdə. Əməvilər 661-ci ildən 750-ci ilə qədər hakimiyyətdə olub. Sasani dövlətinin süqutu 651-ci ildə 4 xəlifənin dövrünə düşür, 1 olmaz. Müsəlmanların İspaniyanın tutması 711-ci ildir, gəlir düşür. Bağdad şəhəri Səlcuqlar tərəfindən tutuldu, 1055-ci ildir, Əməviyə düşmür. 3-də çıxsa. Mihranlərin hakimiyyətinə son qoyuldu 705-ci il. Mərkəzi Asiyada Əbu Müslimin başçılığı üsyan başladı. Elə Əməvilərə qarşı başlayır. Əməvilərin hakimiyyətdən getmə səbəbi də devrilmə səbəbi olur. 2-4-5. Qərbi Roma, qədim Romanın imperiya dövrünün xarici siyasətinə aid uyğunluğu müəyyən edin. Deməli, qədim Roma eramızdan əvvəl 27-dən bizim İran 395-ci ilinə qədər imperiya şəklində mövcud olub və xarici siyasət deyil. Baxaq. Atropatena dövlətlə münasibətlər. Fraspa döyüşünə məğlub olması. Fraspa döyüşü eramızdan əvvəl 36-cıdır. Ümumiyyətlə, Fraspa döyüşüdür, Antoninin hücumudur, Pompeyin hücumlarıdır. Bunlar hamısı Respublika dövrüdür. Çıxmalıyıq. Mirlərdən anı çıxdıq. Oktavian Avqustun hakimiyyət dövründə dostluq münasibətlərinin mövcud olması. Baxın, Oktavian Avqust özü imperiyanı yaradır. Yəni, bunun dövründə də, bəli, var idi dostluq münasibətləri. Ariobarzanın hakimiyyətə bu gətirmişdi. B olar. Kara döyüşünə qalib gəlməsi. Kara döyüşü eramızdan əvvəl 53-cü ildə gəlir, Respublika dövrünə düşür. Üstəlik də ki, qalib də gəlməyib, məğlub olubdur. Çıxdıq birdən C-ni. Albaniya dövlətlə münasibətlər. Pompey ordusunun Kür çayı sahilində qələbə qazanması. Bayaq qeyd etdim. Kür sahili döyüş, Pompeyin hücumları, Qanıq döyüşü Respublika dövrünə gəlir, düşür. A variantı 2-yə A variantı olmaz. Parfiyaya qarşı mübarizədə Albaniyadan istifadə etməyə çalışması. Bunu götürə bilərik. Hansı ki, Atropatena Parfiya tərəfindən işğal olunandan sonra Albaniya ilə Roma yaxınlaşmışdı xarici siyasətdə. İmperator Adrianın Alban hökmdarları ilə siyasi əlaqələrinin mövcud olması eramızın 2-ci əsri, imperiya dövrü və xarici siyasətə düşür. Cavab D bəndi. Eyler-Venn diaqramının
Dördüncü hissəsinə uyğun bəndləri müəyyən edin. Baxaq, Qaraqoyunlu, Şirvanşahlar və Ağqoyunlu verib və bizdən Şirvanşahlarla Ağqoyunun oxşar cəhətini istəyir. Hülakülərdən vasallasılığının qəbul edilməsi. Hülakilərin dövründə Ağqoyunlu dövləti ümumiyyətlə mövcud deyildi. Ona görə bir olmaz. Səfəvi dövlətinin qoşunların məğlubiyyətə uğradılması, məğlub olması. Bu dövlətlər süquta uğramalıdır ki, Səfəvi yaransın, olmaz. Səfəvi dövlətinin qoşunlara məğlub olması, üzr istəyirəm. Bu olar. Niyə olar? Çünki 1503-cü ildə Almabulağı döyüşündə Ağqoyunlu dövləti Səfəvilər tərəfindən məğlubiyyətə uğradılıb. Şirvanşahlar dövləti də ilə 1538-ci ildə Səfəvi tərəfindən məğlubiyyətə uğradılıb. Səfəvi dövləti tərəfindən 2 olar. 16-cı əsrdə süquta uğraması. Baxın, hər ikisi 16-cı əsrdə süquta uğrayıb. Cavabımız 2 ilə 3 olacaqdır. E bəndi. İbtidaizmə dövrünə aid Zar, Kamiltəpə, Baba Dərviş yaşayış məskənlərinin yerləşdiyi əraziləri müvafiq olaraq müəyyən edin. Zar mağarası Kəlbəzərdədir, Kəlbəzər 2-dədir. Kamiltəpə Neolit dövrünə aid Ağcabəddədir, 3-dədir. Baba Dərviş deməli erkən Tunc dövrünə və Qazaxdadır. Qazax deyəsən bu 4 göstərilib bura. Aha. 2, 3, 4 olacaqdır. 2, 3, 4 var mı? Cavabımız var. Burada aşağıda yəqin ki, ümid edirəm, səhv görmürəm. Səhv etmirəmsə bu hissəyə 1 qoyublar. Bu bir Naxçıvan ərazisidir. O dövr, yəni buradakıların heç biri həmin dövrü əhatə eləmir, həmin ərazini əhatə eləmir. Göstərilənlərin heç birinin aid olmadığı Türk dövlətidir. Aşinas sülaləsindən olan hökmdarlar tərəfindən idarə olunurdu. Baxaq, Göytürk Aşinaydı, Xəzəri deyə bilərik. Müəyyən müddət Sasani dövlətlə müharibə aparmışdı. Axunlar Sasanilə mübarizə aparıbdı. 10-cu əsrdə süquta uğramışdı. 981-ci də Salari süquta uğrayıbdı. Qəznəliyə aid məlumat yoxdur. Uyğunluq gözlənilmişdir. Beynəlxalq konferanslar, qərarlar. Lokorno konferansı 1925-ci ildə keçirilibdi. Almaniya, Belçika, Fransanın sərhədlərinin toxunulmazlığı təminat altına alınıb. Baxaq, qərarı Rusiya verib. Rusiya olmaz. Qeyd etdiyim kimi Almaniya, Fransa, Belçika. Yalta konferansı 1945-ci ilin fevralında keçirilib. Beynəlxalq tribunalın yaradılması. Yox, bu Potsdam konferansından sonra, 2-ci Dünya müharibəsi bitəndən sonra, yəni Avropada bitəndən sonra. Yanlışdır. Cavab 3-dən 4 olacaq. Münhendə 1938-ci ildə keçirilib. Bəli, İngiltərə, Fransa, Sudet vilayətinin Almaniyaya ilhaq edilməsinə qarşı çıxmırlar, yəni ilhaq edilir. Streza konferansı 1935-ci ildə idi. Bundan bir il əvvəl Hitler Avstriyanı, Anşlüs, yəni Avstriyanı ələ keçirməyə çalışırdı. Dövlətlər birləşib Avstriyanın ərazi bütövlüyünü təminat altına almışdılar. Teymur hökmdarı Şahrux Əmir Teymurdan fərqli olaraq ölkənin paytaxtını dəyişdirdi. Bəli, Şahrux Herata köçürmüşdü. Səmərqənddən Herata bir olar. Şirvanşahlarla ittifaq yaratdı. Əmir Teymur elə özü yaratmışdı. Bu hətta oxşar cəhət olar. Osmanlılarla normal diplomatik münasibətlər yaratdı. Bu da olar. Çünki Əmir Teymur Osmanlı ilə döyüşüb, amma Şahrux diplomatik münasibət yaradıb. Azərbaycana yürüş etdi. Oxşar cəhət olar bu. 1-dən 3. Xronoloji ardıcıllıq. Bakı xanlığının Quba xanlığına qatılması 1767. Əfşarların yaradılması 1736. Məhəmməd Həsən xan Qacarın Qarabağ xanlığına yürüş etməsi 1757. Gəncə xanlığının Osmanlı dövlətlə diplomatik əlaqələr yaratması 1752. Düzəsi olsaq 2, 4, 3, 1. Xəritə biraz yaxşı görünmür. 19-cu əsrin ikinci yarısında konstitusiya qəbul etmiş dövlətləri xəritədə müəyyən edin. 19-cu əsrin ikinci yarısında dünyada konstitusiya qəbul edən dövlətlər Almaniya, Fransa, Osmanlı və Yaponiyanı deyə bilərik. Hazırda ağlıma bu ölkələr gəldi. Baxaq, deməli, burada biri veriblər İngiltərə, yuxarıdadır. 2 Rusiya, 3 Almaniya veriblər. 4 tane burada. Osmanlının ərazisidir. Qeyd etdiyim kimi, buradakı xəritədən biz götürə bilərik 3-ü və 4-ü. Fransa və Türkiyəni. Ümid edirəm ki, yəni mən xəritədə düz görürəm. Daha doğrusu Fransa yox, Almaniya 3 buranı verib. Fransa versəli Fransanı da götürə bilərdik, amma yoxdur. 3 və 4-ü götürəcəyik. Xosrov bəy Sultanov. Xosrov bəy Sultanov Rusiya İmperiyasının 4-cü Dövlət Dumasının deputatı olmuşdu. Yox. Yox. 4-cü Dövlət Dumasında yox idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olmuşdu. Bəli, Azərbaycan Xalq Cümhuriyyətinin, biz hardan bilirik Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olmasını? Deməli,
18-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi nazirliyi yaradılanda onun tərkibində ilk hərbi nazir Xosrov bəy Sultanov idi. Onlar 1917-ci ildə yaranmış xüsusi Cənubi Qafqaz Komitəsində Azərbaycanı təmsil etmişdi. Yox. Qarabağ general qubernatoru olmuşdur. Bəli, Qarabağın general qubernatoru da elə ilk qubernatoru Xosrov bəy Sultanov, Xosrov Paşa bəy Sultan olub. Parlamentin sədri olmuşdu. Yox, parlamentin sədri də deyil, Topçubaşov idi. Cavabımız 2-4. Osmanlılar məğlub oldu. Bayandurlara, Səfəvlərə. Ankara döyüşündə Teymuriyə məğlub olub, olmaz. Malatya döyüşündə Ağqoyunluya, yəni Bayandurlara məğlub olub, 1-1. Buğurt döyüşündə Səfəviyə məğlub olubdu, bəli, 1554-cü il. Həmədan yaxınlığında döyüşdə Səfəviyə məğlub olubdu, 1534-cü il. Otluq bel döyüşündə isə Osmanlı ordusu qalib gəlib. Yəni, heç kimə məğlub olmayıb. Mətinə baxaq, uzun mətindir, 1 dəqiqə. Deməli, 1979-cu ilin dekabrın 27-sində SSR qoşunları Əfqanistana daxil oldu. Əfqanistan xalqı xarici hərbi müdaxilə və vətəndaş müharibəsi dövrünə qədəm qoydu. Sovet müdaxiləsi nəticəsində 5 milyona qədər Əfqan ölkəni tərk etdi. SSR Əfqanistana qoşun göndərməsi ilə ABŞ-ın Əfqanistanı işğal etməsinin qarşısını aldığını iddia edirdi. Dövlətlərarası münasibətlər yenidən gərginləşdi. Bu, soyuq müharibənin yeni mərhələsinin başlanğıcı oldu. Soyuq müharibədə son tutuşmadan söhbət gedir. SSR veto qoyduğuna görə BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edə bilmədi. BMT Baş Məclisinin sessiyası isə 1980-ci ildə xarici qoşunların Əfqanistandan çıxarılması haqqında qərar qəbul etməklə kifayətlənə bildi. Bir sözlə bilirik ki, söhbət 1979-cu il SSR-in Əfqanistana qoşun yeritməsindən gedir. Görə bizə mətndə nə istəyir? Cədvəlin hər sətrinə dair mənbədə verilməyən bir nümunə yazın. İkinci abzasla bəhs edilən gərginləşmənin digər səbəbi. Baxaq, ikinci abzasda hansı gərginləşmədir? SSR-in Əfqanistana qoşun göndərməsi, ABŞ-ın buna qarşı çıxması, dövlətlərarası münasibətlərin yenidən gərginləşməsi. Burada deyir səbəb, burada olmayan səbəb istəyir bizdən. Burada olmayan səbəblərdən biri SSR-nin Avropada orta mənzilli raketlər quraşdırması ABŞ tərəfindən sərt qarşılanmışdı. Yaza bilərik. Avropada orta mənzilli raketlərin quraşdırılması. Üçüncü abzasda adı çəkilmiş dövlətin hərbi müdaxiləyə qarşı atdığı addım. Bir dəqiqə, üçüncü abzas ABŞ. ABŞ SSR-nin Əfqanistana hərbi müdaxiləsinə qarşı hansı addım atır? Burada bir sıra addımlar var idi. Məsələn, biz deyə bilərik, SSR-nin taxıl, texnologiya ixracına embargo qoymuşdu. 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunlarını boykot eləmişdi. Sonra yeni silahlanma proqramları hazırlanmışdı, qeyd edə bilərik. Baxaq, ikinci abzasda altından xətt çəkilmiş ifadənin tarixə hansı adla daxil olduğunu yazın. Yine özüm burada xətt çəkmişdim. Soyuq müharibənin yeni mərhələsi, yəni soyuq müharibədə son tutaşma. Birinci abzasda bəhs edilən hərbi müdaxilənin əsas məqsədini yazın. Birinci abzasda, yəni SSR-in Əfqanistana qoşun yeritməsinin əsas məqsədi. Burada iki məqsəd var idi. Birinci, SSR əhalinin diqqətini öz daxilində yaranan iqtisadi problemlərdən yayındırmaq istəyirdi. İkinci isə, belə deyək də, Əfqanistanda həmin dövrdə İslam dini yayılırdı və həmin o İslam dini Mərkəzi Asiyanın digər dövlətlərinə də yayılmağa başlaya bilərdi. Elə bir təhlükə var idi. Buna görə də Əfqanistanda yayılan o İslamcılığın Mərkəzi Asiyanın digər dövlətlərinə yayılmasının qarşısını almaq istəyirdi. Məqsəd buydu.